Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində sosial şəbəkə vasitəsilə tanış olduğu İran vətəndaşından müxtəlif növ narkotik vasitələr alan əvvəllər məhkum olunmuş Rövşən Bağırov saxlanılıb. Ondan 1 kiloqrama yaxın marihuana və 350 qram heroin aşkar edilərək götürülüb. İran'ın boyunluğuna yox məzən gəlmişdi. Belə bir şey oldu ki, narkotik şəkillərindən mən onun nəşə istədiyim marihuana, bir də ki, kimicaktan istədim. Ben sonra zəngəlçi plan yeri qoymuşum, geri götürdüm. Gittim mən həmin yerə paket koymuşum. Paketi qoyuşandan sonra polislər mənə tutdu. Faktla bağlı Hacıqabul rayon polis şöbəsinin istintaq bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qəti imkan tədbiri seçilib.